Aleykümselam ve rahmetullahi ve berekatuhu. Sualda soruşulur ki bu Allah Taala'nın bu ayəsi barəsində ki, "Ellezine yufuna bi ahdillahi ve la yanqudunal misaq." Onu kəslər ki, Allah'a verdikləri əhdlərində sadiqdirlər və onu pozmazlar. Allahın əhdi ümumiyyətlə bəzi alimlər gətirir ki, iki cürdür. Biri fitri əhddir. Hansı ki, Allah Taala buyurur ki, "Və iz əxədə rabbuka min bani Adəmə min zuhurihim zurriyyətəhum." وأشهدهم على أنفسهم ألست بربكم قالوا بلى şəhidinə. Və bu birinci fitri olan əhddir. Hansı ki, biz yaranmamışdan əvvəl bizim Adəmin zürriyyəti, yəni onun belindən çıxarılıb və Allah Taala buyurub ki, mən sizin Rəbbiniz deyiləmmi? Və biz də demişik ki, qalu bələ, əlbəttə. Yəni onlar da deyib ki, bəli. Bu birinci əhddir. İkinci əhddə ki, alimlər izah edirlər ki, hansı ki, insanın İslam dininə şəhadət gətirməsi ilə, mücərrəd şəhadəti ilə, yəni onu iqrar eləmiş olur ki, bu Allahla insan arasında şəri əhddir bu. Yəni şəhadət gətirirəm ki, səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Bütün ibadətlər, itaətlər sənədir və səndən başqası ibadət olunmaz, sənə asilik olunmaz və s. Və bu Allahla bizim aramızda olan şəri əhddir. Və bəzən insan nə ilə pozur bunu? Yəni namazı tərk etməklə əhdi pozur və yaxud da hansısa bir asilikləri etməklə, o hansı ki Allah Taalaya verdiyi əhd idi, onun əksini etməklə bu əhdi pozur. Bu şəri əhddir. Və bir də var ki, insanların bir-biri ilə olan arasındakı əhdlər var. Məsələn, ticarət kimi və s. Və burada da Allahın əgər adı ilə olarsa, yəni Allah Taala'nın rızası üçün olarsa, Allahın adı ilə o əhdlər olarsa və bu da Allahın əhdi sayılır. Çünki məsələyə yəni şəri tərəfdən baxıldığına görə. Və bunun da pozulması Allaha olan əhdin pozulması kimidir. Və yaxud da insanın Allaha asilik eləməsi Allaha olan əhdin pozulması kimidir. Və sualda da deyildiyi kimi, əgər insan məsələn Allaha and içib yerinə yetirməsə, yəni söz verib etməmək əlbəttə sayılır yəni. Bu Allahın əhdi pozmaqdır. Yəni sən Allaha əhd vermirsən ki, and içmirsən ki, Allaha şahid tutaraq bu şey edəcəm. Və etməsən bu Allahın əhdin pozulmasıdır. Və doğrusunu Allah bilir və ümumiyyətlə Allah Taala yəni bu şeydə tövbə etmək lazımdır ki, Allah Taala günahları bağışlasın. Və asilik hər bir insanda olur, hər bir kəsdə olur. Elə başa düşülməsin ki, insan sadəcə bu Allaha olan əhdi pozmaqla İslam boyunduruğunu çıxartmış olur. Xeyr. Sadəcə bu Allaha olan asiliklərdəndir və hər birinin bəzi asiliklərində kəfarəsi var. Məsələn, insan and içib pozarsa